Üç bacı dolmasının qardaşı soğan dolması resepti verəcəm mən sizə. Hazırlamaq çox rahatdır. Götürürsünüz orta ölçüdə soğanları yarıya qədər bölürsünüz, tam kəsmirsiniz. Bunu 12-15 dəqiqə qaynadırırsınız, tam bir yumşalandan sonra götürürsünüz. İçi də hazırlamaq üçün ətdir, tomatdır, biber pastasıdır, tuzdur, istiyotdur. Ət əgər yağsızdırsa, biraz kərə yağı da əlavə edirsiniz. Bunların hamısını yaxşıca qarışdırırsınız. Soğan tam yumşalandan sonra hamısının üstündən qatları tək-tək çıxacaq. İçində o nazik pərdə var, onu mütləq götürün. Ondan sonra bunu istədiyim şəkildə bükürsüz. Alışverişi isə tam storedan elədim, çünki burada fevralın 18-nə kimi alışverişi endirimlə tamamla kampaniyası var. Bu deməkdir ki, hər 20 azənlik alışverişdə 2 yox, tam 10 məhsulu endirimlə əldə edə bilərsiniz. Göstərdiyim məhsullar yalnız tam stordadır. 2 stəkan su əlavə edirsiniz. Tam qaynayıb su çəkiləndən sonra 1 stəkan su əlavə edib dəmdə qoyursunuz bişməyə. Biraz gec bişə bilər, tələsməyin götürməyə. Gəlin bunu sizə yemağını göstərim. Təndir çörəyi varsa belə yiyin, yoxsa da Allah kömək olsun sizə. Çok güzel. O birinden rahattı. Çok da tatlıdır.